Salam. Bugün masamızın üzerinde sizin gönderdiğiniz iki senet var. Biri resmi sertifikattır, digeri ise bir keyfiyet nişanı. Bəli. İlk baxışda, her şey aydındır. Bir kitap mükafatı. Ama gelin bu işe biraz farklı yanaşaq. Necə? Təsəvvür edin ki, bu bir tapmacadır və əlimizdəki ən cəlbedici ipucu da sertifikatda parlayan o sözlərdir. Gold medal winner, yəni qızıl medal qalibi. Aha. Mənim ilk sualım budur. Nəyin qalibi? Kimə qarşı? Gəlin bax bu qələbə nöqtəsindən başlayaq, addım-addım geriyə gedək və görək bu iki sadə şəkil əslində nə qədər böyük bir hekayə danışır. Çox maraqlı yanaşmadır. Bu, bir növ, necə deyim, ədəbi detektiv işinə bənzəyir. Elədir. Ən vacib ipucundan başlayıb, hadisə yerini tərs istiqamətdə araşdırmaq. Qızıl medal, şübhəsiz ki, zirvədir. Amma hansı dağın zirvəsi? Məsələ. Gəlin o dağın qolqunqanını cızmağa başlayaq. Sertifikatda qızıl medalın yanında bir kateqoriya adı var. Yəqin sizin də diqqətinizi çəkib. Bəli, çəkib. Fiction cultural, yəni bədii ədəbiyyat mədəni. Bəli. Açığı məhz o ifadə məni bir anlıq duruxdurdu. Mədəni, bədii ədəbiyyat. Bu nə deməkdir? Sadəcə xarici bir ölkədə baş verən hadisələrdən bəhs edən bir kitab? Yox. Yoxsa burada daha dərin bir məna var? Çünki mədəni sözü çox genişdir. Çox doğru bir sualdır və tapmacamızın açarı da demək olar ki, elə buradadır. Xeyr, bu sadəcə coğrafi məkandan daha dərin bir məsələdir. Mədəni bədii ədəbiyyat janrı bir hekayə danışarkən, eyni zamanda bir cəmiyyətin, bir xalqın bütün dəyərlər sistemini, adət-ənənələrini, həyata baxışını, yəni bir sözlə bütün mədəni deyintisini oxucuya təqdim edən əsərlərə deyilir. Deməli, siz bu kitabı oxuyanda təkcə personajların taleyini izləmirsiniz. Etiyen. Həm də onların yaşadığı dünyanın ruhunu hiss edirsiniz. Bu, bir mədəniyyətə açılan bədii bir pəncərə kimidir. Vay! Bu çox güclü tərifdir. Deməli, bu kitab sadəcə bir hekayə deyil, həm də bir növ bədii səyahət bələdçisidir. Mükəmməl ifadə etdiniz. Bu, işi tamamilə dəyişir. İndi gəlin baxaq, bu pəncərə hansı dünyaya açılır? Sertifikatın aşağısında müəllifin adı var. Rövşən Abdullaoğlu. Bəli. Və kitabın adı isə The Man on the Rails, yəni reyslər üzərindəki adam. Bax, indi bütün parçalar necə yerinə oturur görürsünüz. Ad Azərbaycan adıdır, kateqoriya isə mədəni bədii ədəbiyyat. Bu iki ipucunu birləşdirəndə ortaya çox maraqlı bir mənzərə çıxır. Yəni? Çox böyük ehtimalla bu kitab Azərbaycan mədəniyyəti, dəyərləri və ya sosial dinamikaları haqqında bir hekayə danışır. Və bu hekayə o qədər uğurlu alınıb ki, beynəlxalq səviyyədə öz kateqoriyasında ən yüksək mükafatı, qızıl medalı qazanıb. Bir dəqiqə. Bu, həqiqətən də çox böyük bir məsələdir. Deməli, buradakı əsl nailiyyət sadəcə yaxşı, maraqlı bir roman yazmaq deyil. Qətiyyən. Əsl nailiyyət özünə xas, bəlkə də çoxlarına tanış olmayan bir mədəni təcrübəni götürüb, onu universal, yəni hər kəsin anlaya biləcəyi bir ədəbi dilə çevirməkdir. Bu, qat-qat çətin bir işdir. Ay sağ ol, məhz elə. Reylislər üzərindəki adam, bu adda indi daha mənalı gəlir. Bəlkə də bu, cəmiyyətin, o mədəniyyətin cızdığı yolla, o reylislərlə gedən ya da o yoldan çıxmağa çalışan bir insanın hekayəsidir. Gözəl təhlildir. Fərd və cəmiyyət, şəxsi seçim və mədəni gözləntilər. Bax, bu mövzular mədəni bədii ədəbiyyat janrının ürəyidir. Maraqlıdır. Şəxsi səslənən bir adın, bir adam, belə geniş bir kateqoriya ilə birləşməsi əsərin məhz bu gərginliyi araşdırdığına işarə edir. Deməli, biz tapmacamızın əsas hissəsini çözdük. Bəli, Rövşən Abdullaoğlu adlı müəllifin çox güman ki, Azərbaycan mədəniyyətini əks etdirən The Man on the Rails adlı romanı beynəlxalq müsabiqədə öz kateqoriyasında birincilik qazanıb. Çox yaxşı. İndi isə gəlin növbəti suala keçək. Bu mükafatı kim verir? Yəni, bu nə dərəcədə nüfuzlu bir qurumdur? Əla sualdır. Sertifikatın və o keyfiyyət nişanının hər ikisinin üzərində eyni ad var. Reader's Favorite Book Reviews and Award Contest. Bəli. Yəni, oxucuların sevimlisi, kitab rəyləri və mükafat müsabiqəsi. Düzünü desəm, bu ad məndə biraz tərəddüd yaradır. Oxucuların sevimlisi. Bu biraz... Amazon reytingi kimi səslənir. Bəli.
Elə bil Goodreads seçimidir. Yəni, bu mükafatın o nüfuzlu ədəbi tənqidçilərin verdiyi, məsələn, Booker kimi bir mükafatla eyni çəkisi varmı? Sizin bu şübhəniz tamamilə yerindədir və bu mükafatların təbiətini anlamaq üçün çox vacib bir məqamdır. Onlar eyni çəkiyə malik deyil, Çünki fərqli şeyləri ölçürlər. Elit akademik mükafatlar bir əsərin ədəbi dəyərini, yəni sənətkarlığını kiçik bir mütəxəssis qrupunun gözü ilə ölçür. Aha. Reader's Favorites isə tamamilə başqa bir şey ölçür. Bir əsərin real, canlı oxucu kütləsi ilə necə bir bağ qurduğunu. Bu kitab nə qədər sənətkaranədir sualına deyil. Aha. Daha çox bu kitab oxucunun ürəyinə nə qədər toxunur sualına cavab axtarır. Məsələ. Deməli, biri laboratoriya şəraitindəki bir testdirsə, digəri real dünyadakı bir sınaq kimidir. Mükəmməl bənzətmədir. Hər ikisinin də öz dəyəri var. Hətta deyərdim ki, bir çox müəllif üçün oxucuların sevgisini qazanmaq bir neçə tənqidçinin rəğbətini qazanmaqdan daha vacib ola bilər. Düzdür. Və bu qurumun adındakı digər sözlərə də diqqət yetirək. Book reviews, yəni kitab rəyləri və award contest, mükafat müsabiqəsi. Bəli. Bu, onların təsadüfi bir səs vermə platforması olmadığını göstərir. Onlar il boyu kitabları dəyərləndirən, rəylər yazan bir sistemə sahibdilər. Mükafat isə bütün bu prosesin bir növ yekunudur. Başa düşdüm. Və sizin göndərdiyiniz o ikinci şəkil üzərində 5 stars, yəni 5 ulduz yazılan nişan da məhz bunu təsdiqləyir. Tamamilə. Bu, onların reyting sisteminin bir parçasıdır və bu kitabın həmin sistemdə ən yüksək balı topladığını göstərir. Yaxşı, bəs mənim əvvəlki şübhəmə qayıtsaq. Yəni, bu sadəcə populyarlıq müsabiqəsidirsə, o zaman qızıl medalın dəyəri nədir? Bax, o şübhənizə cavab elə sertifikatın özündə gizlənib. Diqqətlə oxusanız, orada belə bir ifadə var. In recognition of excellence in writing. Yazıdakı mükəmməlliyin tanınması üçün. Bəli, bu kiçik, amma çox vacib detal hər şeyi dəyişir. Necə yəni? Bu o deməkdir ki, mükafat təkcə ən çox bəyənilən kitaba verilmir. Seçim prosesində əsərin ədəbi keyfiyyəti, dilin zənginliyi, üslubun orijinallığı, bir sözlə sənətkarlığın özü də əsas meyar kimi götürülür. Deməli, Reader's Favorite həm oxucu sevgisini, həm də ədəbi məharəti bir araya gətirməyə çalışır. Məsələ, bir model qruplar və bu kitab hər iki sınaqdan da uğurla keçib. İndi mənzərə daha da aydınlaşır. Deməli, bu, həm kütlənin, həm də mütəxəssislərin rəğbətini qazanmış bir əsərdir. Bəli. Yaxşı, tapmacamızın son bir parçası qalıb. Sertifikatın başlığında böyük hərflərlə yazılıb. 2020 International Book Awards. Bəli, 2020 beynəlxalq kitab mükafatları. Buradakı beynəlxalq sözü nə dərəcədə əhəmiyyətlidir? Yəni, bu sadəcə İngilis dilində yazan fərqli ölkələrdən olan müəlliflərin qatıldığı bir yarışmadır, yoxsa başqa anlamı var? Bu, yarışmanın miqyasını göstərən kritik bir məlumatdır. Bu, o deməkdir ki, müsabiqə dünyanın hər yerindən olan müəlliflər üçün açıqdır. Hətta fərqli dillərdən ingiliscəyə tərcümə olunmuş əsərlər də qatıla bilir. Həqiqətən? Bəli, indi bir anlıq düşünün, Rövşən Abdullaoğlu'nun bu kitabı təkcə Amerikadan, Britaniyadan olan kitablarla deyil, Hindistandan, Yaponiyadan, Braziliyadan, yəni onlarla fərqli mədəniyyətdən gələn əsərlərlə birgə yarışır. Vay, bu rəqabəti tamamilə başqa səviyyəyə çıxarır. Əlbəttə, bu qədər rəngarəng və güclü bir rəqabətin içindən sıyrılıb, öz kateqoriyasında qızıl medala layiq görülmək qələbənin miqyasını qat-qat artırır. 2020 isə bu hadisəni konkret bir tarixə bağlayır. Möhtəşəm. Gəlin indi bütün bu detektiv işinin nəticələrini bir yerə yığaq. Bütün ipuçlarını birləşdirəndə əlimizdəki bu iki sadə şəkil bizə hansı hekayəni danışmış oldu? Hekayə belədir. 2020-ci ildə Rövşən Abdullaoğlu adlı bir müəllif The Man on the Rails adlı, çox güman ki, Azərbaycan mədəniyyətinin dərinliklərinə enən bir romanla Reader's Favorite təşkilatının keçirdiyi beynəlxalq müsabiqəyə qatılıb. Bəli, bu müsabiqədə dünyanın dörd bir yanından yüzlərlə, bəlkə də minlərlə əsər iştirak edib. Onun kitabı təkcə oxucular tərəfindən ən yüksək reytinq olan 5 ulduza layiq görülməyib, Həm də öz kateqoriyasında. həm də mədəni bədii ədəbiyyat kimi çox spesifik və çətin bir kateqoriyada yazıdakı mükəmməlliyinə görə ən yüksək mükafata qızıl medala sahib çıxıb. Başlanğıcda əlimizdə olan o sadə görünüşlü sənədlərdən bu qədər dərin və əhatəli bir uğur hekayəsinin çıxması həqiqətən də heyrətamizdir. Elədir. Bu sadəcə bir mükafat deyil.
Bu bir mədəniyyətin hekayəsinin sərhədləri aşaraq bütün dünyada anlaşılıb dəyərləndirildiyinin həm oxucuların ürəyində, həm də ədəbi standartlarda özünə yer tapdığının sənədli sübutudur. Tamamilə. Və bu sizi üzərində düşünməyə vadar edəcək son bir sual ortaya çıxarır. Buyurun. Biz söhbətimizin bir yerində oxucuların sevimlisi mükafatı ilə o akademik, tənqidçi mükafatlarını müqayisə etdik, düzdürmü? Bəli. İndi ki, bütün bu məlumatları bilirsiniz, sizdən bir şey düşünməyinizi istəyirəm. Bir əsərin dəyərini nə müəyyən edir? Onun ədəbi dəyərini kiçik bir elit qrupun təyin etməsi daha doğrudur, yoxsa onun minlərlə fərqli oxucunun həyatına toxunması? Çox dərin sualdır. Bu mükafat bizə göstərir ki, bir hekayə həm mədəni olaraq spesifik, həm də insani olaraq universal ola bilər. Bəs sizcə bu ikisindən hansı ədəbiyyatı daha güclü edir? Onun özəl olması, yoxsa hər kəsə aid olması? Bu sualın bir mənalı cavabı yoxdur. Amma mükəmməl ədəbiyyatın nə olduğunu, kimin qərar verməli olduğu barədə düşünmək üçün çox maraqlı bir başlanğıc nöqtəsidir.